Hər vaxtınız xeyirli olsun əziz dostlar. İşin adamları ilə İşin Adamı layihəsində sizlə birlikdəyik və yeni mövsümdən, yeni formatla ilk dəfədir ki, efirimizdə 2 nəfər işin adamı ilə birlikdə iştirak edirik. Ona görə də bəlkə qulağınıza biraz fərqli də idi. Amma həqiqət var. İşin adamları Dalğa FM-də həftə içi 5 gün yayımlanan İşin Adamı layihəsində mən Kamran Yaradanquliyevin təqdimatında start götürür. Amma bugün həftəmizin və elə ayımızın da son efir günüdür. Vaxt necə gəldi, keçdi. Artıq 2027-ci ilə 11 ay qalıb. Bir ay adladığı. Əziz dostlar, dəyərli, hörmətli işin adamları, gələcəkdə sahibkar olmaq istəyənlər, fərq etməz siz direktorsuz, idarəçisiz, təsisçisiz. Hər kəs öz-özlüyündə bir işinin adamıdır. Hər kəs bir sahəni təmsil edir və totalda baxanda hər kəs Azərbaycanlı olaraq vətənimizi təmsil edir. Və bizim həmişə dediyimiz bir məsələ var ki, o sahəmizdə uğurlu olsaq, vicdanla yanaşsaq, sevə-sevə öz işimizə yanaşsaq, vətənimiz üçün bu çox uğurlu olar. Deməli, çox dəyərli bir dostlarla efirimiz bugün daha da zəngin olacaq. Mən sevə-sevə onları təqdim etmək niyyətindəyəm. İlk olaraq Nərmin xanımı təqdim edim. Nərmin xanım EY şirkətində biznesin inkişafı rəhbəridir və EY ilin iş adamı proqramının rəhbəridir. Xoş gəlmisiniz. Çox sağ olun. Necəsiz? Şükür. Yaxşıyıq. Çox sağ olun. Çox sağ olun ki, dəvət elədiniz. Çox sağ olun ki, gəldiniz. Və inşallah ki, bunu biz daimi bir hala gətirəcəyik. Gələn efirlərdən hələ ki haqqında bəhs etmirik və Crispa Snacks şirkətinin rəhbəri, icraçı direktoru Nahid Cabbarov bizlə birlikdədir. Supermarketlər şəbəkəsində bu Crispa quru meyvələr hər kəsin qarşısına çıxıb. Bax, şirkəti özündən daha populyar dostumuz burdadır. Təşəkkür edirəm. Xoş gəlmisiniz bəy. Çox sağ olun. Necəsiz? Üçün mən də təşəkkür edirəm. Hər şey yaxşıdır, qaydasındadır. Həmişə də yaxşı olması üçün əlimizdən gələni edirik. Bugün çox dəyərli dostlar burada iştirak edir deyəndə mən bilirsiniz nəyə görə bunu çox iddialı şəkildə səsləndirirəm. Çünki bizim bugünkü efirimizin qonaqları Azərbaycan biznes mühitində xüsusi olaraq əsl nümunəvi şəkildə addım atan dostlardır. Gəlin biraz bizi bağlayan bir ortaq mövzu var. Bizim mükafatlandırma mərasimi. Bundan da danışaq. Amma Nərmin xanım, ilk olaraq biz sizə söz vermək istərdik. Bunu tarixçəsardan başlayıb dünya üzrə, Azərbaycan üzrə. Çünki bu haqqında danışacağımız mövzu bir şirkətin, bir markanın reklamı deyil. Bu birbaşa dəstəkdir. Bu birbaşa Azərbaycan xalqına xidmətdir. Hətta burada elə bir gözəl siz ab-hava sistem qurmusunuz ki, hər bir hətta yanlış işləyən, bilərək, bilməyərək yanlış işləyən iş adamları da arzu edir ki, o sıralarda olsun və o sıralarda olması üçün də sadəcə maksimal dərəcədə yanlışı düzə çevirməlidir. Ona görə mən sizi çox sevirəm. Bu layihədən söhbət gedir. Təbii o sizin komandanı çox sevirəm. Çox sağ olun. Çox böyük hörmətim var. Təşəkkür edirəm ki, mən bunu belə deyim də, o yağlı şriftlərlə böyük hərflərlə həmişə bu təşəkkürü çalışıram sizə bildirim ki, nə yaxşı ki, belə saf, belə düzgün bir yolu seçmisiniz və nə yaxşı ki, Azərbaycanda var bu layihə. Çox sağ olun. Biraz məlumat vermək istəyirəm ümumiyyətlə Buyurun. bu müsabiqə barədə. EY şirkəti dünyada ümumiyyətlə audit, consulting üzrə əsasən tanınır. Ancaq biz Dünyaca məşhur. Dünyaca, bəli. Dünya Ancaq nəhəngi. ümumiyyətlə belə bir müsabiqəni 40 il bundan qabaq EY ilin iş adamı adlı bir müsabiqəni təşkil etdilər və bu müsabiqənin əsas məqsədi məhz sahibkarlara töhfə verməkdir. Onların uğur hekayələrini dinləmək, onlara bir motivasiya verməkdir. Bizdən çox tez-tez soruşurlar ki, bəs qalib nə qazanacaq, nə qədər pul qazanacaq, ancaq heç bir pul mükafatı belə yoxdur. Və yaxud nə qədər pul verməlidir o gəlsin. O ümumiyyətlə Ən vacib suallardan. ümumiyyətlə o məsələ ayrı bir məsələdir. Yəni yenə də dediyim kimi bizim üçün məhz bu müsabiqənin təşkil olunması bu daha çox sosial xarakter daşıyır. Biz sahibkarları motivasiya etmək istəyirik ki, onlar öz üzərində daha da çox işləsinlər, daha da böyük nəticələr əldə etsinlər və daha da yüksəyə getsinlər. Və müsabiqə dediyim kimi 40 ildən artıqdır ki, dünyada yaranıbdır. Azərbaycanda bu il biz 7-ci dəfədir keçirdəcəyik. Hal-hazırda bizim 90-a yaxın bu yolu gəlib keçmiş dostlar var. Sahibkarlar var, bəli.
Yəni dediyim kimi də Bu biz il daxil olmaqla 90-a. bəli, bu il daxil olmaqla 90-a çatmışıq. İldə bir dəfə olur da. İldə bir dəfə və hər il keçirilir. Çalışırıq bu belə dedi, hər ildə keçirməyə davam Və edirik. hər ildə gözlənilir. Nahid bəy, siz necə oldu? Getdiniz o sıralarda, görsəndiniz. Açığı bu arada mən öz adıma deyərdim ki, mənim üçün çox xoşdur ki, bu bir neçə il bundan öncə bu proyektdə iştirak etmişəm, şirkət olaraq və şəxsi olaraq və həqiqətən də həmin proses zamanı, həmin proyektin necə professionallıqla, dürüstlüklə təşkil olunduğunu görmüşəm. Şəxsən öz adıma deyərdim ki, bu elə bir şərait yarandı ki, bu barədə bir təklif oldu və həqiqətən də çox xoş oldu ki, mən bu yarışda, ya daha doğrusu bu proyektdə də iştirak etmiş oldum. Layihədə iştirak etmiş oldum və düşünürəm ki, bu tip şirkətlərin burada yarışmağı, burada iştirak etməyi həqiqətən də çox vacibdir. Onların istər üfüqlərinin, vizyonlarının genişlənməsində, eyni zamanda təcrübələrinin, eyni zamanda şirkətlər arası və ya şəxslər arası dostluq əlaqələrinin inkişaf etdirilməsi bu çox vacib məsələdir. Mən sizə bir sirr açım. Buyurun. Deməli mən bu gün ümumiyyətlə Nahid bəyin şirkətində hətta istehsalatda da gördüm, bu mövzuya toxunacağam. Mənə görə və mənim kimi çox insana görə bu layihədə iştirak edən şəxslər, şirkətlər haqqında artıq bir çox referansa ehtiyac olmur. Və mən bilirəm ki, siz bu layihəni də belə açıq qapı eləməmisiniz də. Yəni hər ürək istəyən gəlsin, burada iştirak eləsin, hər ürək istəyən gəlsin, buradan keçsin, otursun, baxsın. Özəl bir qonaq siyahınız var, özəl bir dəvətli siyahınız var. Təşəkkür edirəm ki, mən də həmişə o dəvətlilər arasındayam. Deməli, mən Nahid bəyi bu layihədən əvvəl bir il olaraq, bəlkə bir il, yarım il ki, mən biznes sahəsində, networkinglərdə simi olaraq tanıyırdım. Amma mən bilmirəm bu kişi nə iş görür. Və çox maraqlıdır. Mən elə bilirdim ki, özdə Nahid bəy də çox belə aşırı dərəcədə sadəlik var. Amma indi yaxşıdır, insan sadə olur. Amma Nahid bəy çox sadə insandır da. Bax, geyimi, keçimi, danışığı, ünsiyyəti, işte məhz bu işi bu kişi görür, özü rəhbəridir. Mən orada gördüm. Böyle qaldım və bir saniyə düşünürəm ki, mən axı bilirəm sizdə sırf belə rəhbər heyətlər iştirak edir. Deyirəm, görəsən hansısa şirkətin marketinq rəhbəridir, satış rəhbəri və nə yaxşı burdadır. Sonra aha bir də baxıram iştirakçıların arasında, Nahid bəyin şəkli. Baxıram orada əməlli şirkətin təqdimatı və s. Və mənə orada artıq 360 dərəcədə fikrim dəyişdi ki, deməli baxmayaraq ki, gəncdir, sadədir, amma deməli gənc olsa da əgər o bu sıralardadırsa, deməli ciddi iş adamıdır. Ondan sonra da artıq bir ünsiyyət yarandı. Layihəmdə də bir neçə dəfə iştirak edib və bu gün də mən onun müəssisəsində iştirak etdim, qonaq oldum və gördüm ki, həqiqətən haqqını verir. Ya quru meyvə deyirik. Mən məsələn bu günə qədər mən elə bilirəm quru meyvələr hamısı başdan ayağa kimyəvi maddələrdir. Amma almalara baxıram burada bizim evdəkindən. Sizin evdəkindən. Yəni hamımızın aldığımız o yaşıl almalar. Və ciddi şəkildə də bunu belə də süfrələrə vicdanla gətirib çıxarılırsınız. Ona görə də bu etirafı da elədim. Təşəkkür edirəm ki, bunları bildirdiniz. Əlbəttə ki, zər qədrini zər gəlbilər. Bu da vacib məsələdir və mənim həyat mottolarımdan biri həmişə odur ki, bir işi görürəmsə onu mükəmməl görməliyəm. Ona görə hər zaman öz fokusumuzu verə biləcəyimiz bir işi, çeşidləri, istehsalı bu şəkildə çalışırıq edək. Və baxmayaraq ki, bu yaxınlarda bizim 8 yaşımız tamam olub şirkət olaraq və bunun 5 ilindən çoxunu biz beynəlxalq standartlarla çalışmışıq. Hazırda da 4-cü mərhələdə istehsal böyüməyimizin və nəzərə alsaq ki, biz 80 kvadratlıq bir istehsal sahəsindən bu işə başlamışıq. Şükürlər olsun ki, hazırda 1000 plus kvadrat metr sahəsində beynəlxalq standartlar daxilində çalışırıq. Eyni zamanda həm yerli bazara, bütün supermarket şəbəkələrindəki öz məhsullarımızdan, Crispa və Labula markamızdan fəaliyyətdə, eyni zamanda həm ixracatçı, həm idxalatçı mövqeyində missiyamızı da yerinə yetiririk. Biz beynəlxalq sözünə biraz nəzər yetirib yuva üzərindən gedək. Bizim qaliblər Monakoya gedir, hə? Niyə hər il Monakoya?
Ümumiyyətlə belə bir adət-ənənədir ki, hər bir ölkə üzrə, yəni bizim bu müsabiqədə 60-dan çox ölkə iştirak eləyir, Azərbaycan daxil olmaqla. Hər bir ölkə üzrə bir qalib seçilir və bütün bu qaliblər dünya üzrə ilin iş adamı adı uğrunda belə deyək, yarışırlar və Üzr bu istəyirəm, neçə nəfər olur dünya üzrə təxmini? 60-a yaxın olur. 60-a yaxın olur. İndi hər il biraz fərqli ola Onlar da bilər. yəni Hansısa şirkətlər, çünki məsələn hansısa Dövlətlər. EY şirkətləri hər il keçirmirlər. Məsələn, elə ölkələr var ki, bir ildən bir keçirdir, eləsi var 2 ildən bir. Biz məsələn özümüz üçün hələ ki bir qayda olaraq seçmişik ki, hər il keçirdək. Təzə başlamışıq və istəyirik ki, davamlı olsun. Və onlar orada Monakoda, məhz Monakoda ilk öncə bu ölkə daha çox lüks, bahalı həyat və s. bir belə deyək də məna kimi daşır və artıq bu neçə il davam Amma edən. fake lüks deyil də. Orada Bəli. real olaraq o Bəli, həyatı ən az 50%-ni yaşayan insanlar olurlar da orada. Elədir və orada yarışırlar dünya üzrə ilin iş adamı adı uğrunda. Yəni belə bir yəni əsas sözün açığı bu kim ki qalib gəlir Azərbaycan üzrə, onun əldə edəcəyi ən böyük belə deyək də ən böyük nə əldə edə bilərsə o digər ölkələr üzrə qaliblərlə görüşür və bizim belə deyə götürsək qaliblər içərisində LinkedIn CEO-su, Delta Airlines, Amazon və belə bir şirkətlərin qalibləri də. Qalibləri ilə bir stol arxasında oturmaq, yəni belə bir şans əldə edirlər. Sonra gəlib onu burada şişirdirsən də. Məsələn, səfət gətirsən ora LinkedIn-in var qardaş, deyib bəli. Onun CEO-suna bax belə. Ancaq mən sizə nə deyə bilərəm? Bizim ötən qaliblərlə də danışanda ki, məsələn getdiniz, necə dəyişdi həyatınızda? Nə oldu? Məsələn, Monakoya getdiniz, nə dəyişdi? Afət xanım həmişə bunu vurğulayır. Deyir ki, mən orada olanda, bu milyonçularla bir stol arxasında oturanda zəng elədim işçilərə ki, orada seyfdə pul var, yeminə var da pul var, onu götürün, ayırın, zavodun ikinci hissəsini alın və mən onu almayana kimi mənim telefonlarıma cavab verməyin ki, mən fikrimdən dönməyim. Onu aldırdı və deyir, mən həqiqətən də Monakoya gedəndən sonra mənim həyatım dəyişdi. Çünki mən başa düşdüm ki, mən həmin bu insanlarla bir sıradayamsa, deməli, bu da mənim üçün bir işarədir ki, mən böyüməliyəm. Mən kiçik bir zavod yox, mən daha böyük zavod, daha çox satışlarımı etməliyəm. Yəni, mən də sözün açığı mənim üçün şəxsən çox... 5 dostundan biri sənsən, həmin söhbətdir də müəyyən qədər də. Hə. Yəni mən də onu əslində bu sahibkarların hər biri ilə danışanda, hər birinin uğur hekayəsini, hər birinin fikrini eşidəndə başa düşürəm ki, bizim qurduğumuz bu sözün açığı bir yarışma deyil, siz yaxşı dediniz, bu layihədir və layihənin də əsas məqsədi Siz də yaxşı dediniz, sosial layihədir. Bəli, bəli. Bəli. Mən hər ikisini təsdiqləyirəm. Yəni bu sahibkarları gücləndirmək də əsas məqsəd və biz onu görürük ki, bu yəni işləyir həqiqətən də. Siz özünüz orada hər halda bu əhvalı, bu enerjini duymusunuz, yox Nahid bəy? Eynən. Olur, məsələn, elə mən dünən bir axşam bir təhsil sahəsində çalışan iş adamının dostumuzun ofisindəyim, yeniliyib, böyüdüb və o danışır, bunu belə eləyəcəm, bunu belə eləyəcəm. Adamın o ilk addımlarını görmüşəm axı. Və özümdə istər-istəməz o əhvalı, o enerjini, o motivasiyanı hiss etdim. Və məsələn, mən bugün həmin əhvalda olmuşam. İndi bir nə dua edirəm ki, motivasiya gəldi, gedərdi, nizam-intizama bunu keçirə bilək. Və istər-istəməz bu yüksək təsir yaşanır da insanlar arasında. Bir də ki, layihənin müəyyən çətin, amma həm də ən çox sevilən tərəfləri var. Hansı tərəflərdir bunlar? Məsələn, şərtlər. Bir nəfər iştirak eləmək istəyir. Nələrə cavab verməlidir? Bizdə yəni müəyyən bir kriteriyalar var, yəni müəyyən meyarlar var. Bu meyarlar nədir? İllik dövriyyə 300 min manatdan 30 milyon manatadək olmalıdır. Şirkət ən azı 2 il fəaliyyət göstərməlidir. Üzr istəyirəm, mənə nə maraqlı gəldi. Mən bu 300 mini bilirdim minimum və burada bir məntiq var da. Ki, hələ minimum bir 300 min qazanmasan da, qardaş, sən hələ biraz irəliləməlisən, inkişaf eləməlisən. Bəs niyə maksimum 30 milyondan çox olmamalıdır? Çünki bizim hədəfimiz məhz kiçik və orta sahibkarlardır. Aydın. Və məhz onlarda motivasiyanı qaldırmaqdır. Məhz ona görə biz seçmişik, məhz kiçik və orta 30 milyondan çox pulu olana nəyinə lazım? Dövriyyə yoxsa qazanc? Dövriyyə. O 20 milyondan çox olanları bir siyasını bizə versəydiniz, efirimizdə sponsor yerləri hələ də boşdur. Deməli,
300 min 30 milyon arası dövriyyə. Gözəl. Sonra Bu birinci. İkinci, ən azı 2 il fəaliyyət göstərməlidir bazarda. rəsmi. Bəli. Eyni adda olmalıdır yoxsa yox? Nə mənada eyni adda? Məsələn, şirkət keçən il olub bu adda. İndi mən Yox, rebranding eyni. eləyib. Eyni adda olmalıdır. Şirkətin ən azı 5 rəsmi işçisi olmalıdır. Mütləq Azərbaycan vətəndaşı olmalıdır. 5-i də. Yox, sahibkarın özü, üzr istəyirəm. Sahibkarın özü Azərbaycan vətəndaşı olmalıdır. Maraqlıdır. Və mütləq Azərbaycanda yaranan bir brend olmalıdır. Yəni franşizalar Yerli iştirak edə bilməz. şirkət. Bəli. Maraqlıdır. Bir də hər halda gelib o şirkəti də müəyyən qədər Yoxlanılması. yoxlayırsınız, yox? Biz sözün açığı yoxlamırıq, ancaq yoxlamaq belə desək də daha yaxşı başa düşmək məqsədi ilə onlardan bir neçə sənəd istəyirik və bunu da veb saytımızda qeyd edirik. Bu son 2 il üçün mənfəət zərər bəyannaməsi, şəxsi hesab vərəqə, yəni bu sənədləri onlardan istəyirik ki, başa düşək ki, həqiqətən də bu şirkət rəsmi olaraq işləyir və şəffaflığı qorumaq məqsədi ilə, yəni yalnız bu məqsədlə. Əla. Sizə çətinlik yaratmadığımı deyirəm, çünki bayaq deməli Crispa şirkətində Nahid bəy də söhbət eləyəndə deməli məni gəzdirir içəridə və onlarda qayda qanunundan danışır və bəzi sənədlər var. Deyir, məsələn, son dönəmlər bunu artıq bizdən tələb edir, amma bir deyir ki, onsuz da o sənədlə işləyirdik. Bundan ləzzətli nə söz ola bilər ki bu sahədə. Yəni inanıram ki, belə sıralarda dayanan, məhz bu şəkildə işləyən uğurlu insanlar var, olacaq da. Mən sizlə fəxr eləyirəm. Həm layihə barəsində, həm Nahid sizlə, həm sizin kimi digər dostlarla bu ilki iştirakçılarda uğurlar arzu edirəm. Gələn ildə inanıram çox maraqlı insanlar sorğu edirlər. Çox deyil mənim dilimdən işə. Mən hər yerdə danışıram sizdən. Yəni, çox sağ olun. Pərəstiş edirəm. Təşəkkür desəm edirəm. yanılmaram və çünki işin haqqını verirsiniz. Çünki yenə də bu sosialdır, bu vicdanlı bir layihədir. Biz dostlar, qısa fasiləmiz var. Şifahi reklamlar olacaq sponsorlarımızdan. Sponsor təqdimatından sonra isə proqramımızı əlbəttə ki, digər mərhələlərlə davam etdirəcəyik. Başlayaq. Sponsor məlumatı. Estet injinerikdən danışaq. Texnologiyanız dayansınmı? Qətiyyən yox. Estet injinerik servisi UPS və generatorlar, havalandırma, qazanxana, kombi sistemləri üzrə tam peşəkar servis xidmətləri təqdim edir. Elə Nahid bəydə lazım olan sahələrdir. Quraşdırma, texniki baxış, profilaktik xidmət və operativ təmir. Biz hər an yanınızdayıq deyən Estet injinerik fasiləsiz enerji, stabil istilik və sağlam hava üçün doğru seçimdir. Hər zaman bir çox dünya şirkətlərinin də Azərbaycanda rəsmi nümayəndəsi olaraq uğurlara addımlamaq istəyib, uğur qazanmaq istəyən Estet injinerik uzun illərdir uğurla davam edir. Əlaqə nömrəsi 012 497 17 16 və 051 205 45 45. Hörmətli dostlar, Cevosportdan danışaq. Yerli istehsal idman formalarıdır. Cevosportun əsas fəaliyyət istiqaməti ağlınıza gələn bütün idman növləri və yaxud siz heç düşünmürsünüz, amma yenə də o idman növləri korporativdə də şəxsi istifadəniz üçün də var. Biraz indi yeni idmanlar dəblədir. Cənubi Amerikada yaranan idmanları düşünürük, biz bunun uniformaslardan tapacağıq. Var, o formalar var, sifariş edə bilərsiniz. 055 450 20 37 və Cevosport Azərbaycanlı dünya idmançılarla işbirliyi görür. Bu layihələrin biri də bu yaxınlarda baş tutacaq və Cavid bəy şirkətin rəhbəri ilə bu yaxınlarda Özbəkistandan qayıdıb uğurlar gəlsin hər zaman. Onların da çünki yerli istehsaldır. Yerli istehsal olan şirkətlər də bir köynək bizə daha yaxındır. Çünki müəyyən qədər çətindir. Təşəkkür edirik Cevosporta. İşin adamları İşiniz adamı layihəsində iştirak edirlər hal-hazırda. Mən bir daha qonaqlarımızı təqdim edim. Qonaqlarımız EY şirkətinin biznes inkişafı rəhbəri, həmçinin EY ilin iş adamı proqramı rəhbəri Nərmin xanım Quliyevadır və Crispa Snacks şirkətinin rəhbəri Nahid Cabbarov bizdən birlikdədir. Biz bugün bu layihədən danışdıq. Bu layihə, Nərmin xanım, zamanımız qısıtlıdır. Ayda ilə bir dəfə mən belə lakanik sual verirəm. Kimlərin həyatına necə müsbət təsir edib və hansı toxunuşlar edib? Mən eşitdiyim, yəni ümumiyyətlə bu sualı biz tez-tez veririk sahibkarlara. Yəni bitəndən sonra layihə çalışırıq bütün sahibkarlarla təmasda olaq.
həm əlaqəmiz belə dostlaşırıq həqiqətən bu layihə boyu. Həmçinin də soruşuruq ki, həyatınıza necə təsir göstərdi? Yəni bu bizim üçün şirkət olaraq bir əsas bir dəyərdir ki, biz insanların həyatını daha da yaxşılaşdırmağa çalışırıq və bunu görmək istəyirik. Və yadıma salsam, məsələn, bizdə Biaropiya şirkəti var idi işçi kimi, bir iştirakçı kimi və özü də deyirdi ki, onun əsas işi daha çox eksportla bağlı idi. Deyir, müsabiqədə iştirak edəndən sonra bizim ətraf mühitə müsbət təsir nominasiyasının qalibi oldu və biz onu qeyd eləmişik və deyir, mənə müraciət olunan xaricdən olan təkliflərin sayı 2 dəfə artdı. Çünki mənə olan inam artdı. Mən artıq əgər bu nominasiya qalibiyəmsə, deməli həqiqətən də şəffaf işləyirəm, həqiqətən də mənim vizyonum var və s. Afət xanımı bayaq dediyim kimi zavodu 2 dəfə böyüdü. Digər iştirakçılarla da belə mütəmadi olaraq danışırıq. Nail, sizə nə oldu? Burada əlbəttə ki... İkinci markanı çıxartdınız. Bəli, əslində o var, amma dediyim kimi ümumiyyətlə bunu bizim həyatımızda əsas təsirlərdən biri, bayaq dediyim kimi, müəyyən mənada burada çox müsbət, sağlam dostluq əlaqələrinin qurulması olsun. Orada daim həmin icmanın içində olmaq, bunların davamlılığı. Mən həqiqətən də bu proyektdə ən sevdiyim, bu layihədən sevdiyim tərəflərdən biri odur ki, bu layihədə bu il bu yarışda iştirak etdiniz, bitdi əlaqələr sonlandı deyil. Daim o məzunlarla bağlı da müəyyən daim nəzarət var, daim bu məzunların bir yerdə əlaqələndirilməsi və bunun daimi olmağa, davamlığı ən sevdiyim tərəflərdən də biridir. Sizin ən çox belə xüsusi axtardığınız meyar hansı olur iştirakçılarda? Yaxşı sual verirsiniz. Həqiqətən də belə bir meyar var. Mən özüm, çünki hər bir iştirakçı kim ki bizə müraciət edir, yəni sənədlərini alırıq və ilk öncə bizim komanda, yəni mən özüm həmin iştirakçılarla danışıram. Aldığımız bu məlumatları sonra biz qısa bir şəkildə yazırıq, bizim münsiflər heyətinə yönləndiririk. Sonra isə münsiflər heyəti dəyərləndirir, bu iştirakçı qalib olacaq yoxsa yox. Yəni bizim əslində işimiz təşkilatçılıqdır. Ancaq mən özümdə danışanda, mən iştirakçılarla mən çalışıram başa düşüm ki, həmin iştirakçılar münsiflərə də maraqlı olacaqmı öz vaxtlarını, çünki top menecerlardır bizim münsiflər heyəti, yəqin də bilirsiniz. Onların hər biri vaxt sərf edir, yəni onlara da maraqlı olsun. Və yeganə yəqin dediyim qiymət, rəqəmlər və s. bunlar hamısı ikinci dərəcəlidir, yəni fakt meyara uyğundur, iştirak edə bilər. Əsas öndə olan meyar sahibkarlıq ruhudur. Və biz hər zaman da onu deyirik, indi təzəlikcə bizdə münsiflər heyətinə hazırlıq bir sessiyası keçirilmişdi, bir görüşü keçirilibdi. Bu görüşdə biz bizim bu ilki iştirakçılarımızı hazırlayırıq ki, onlar münsiflər heyəti ilə görüşə hazır olsunlar. Çünki onlar 10 dəqiqə ərzində öz bizneslərini təqdim etməlidirlər. Və bu görüşdə mən öz təcrübəmdən danışıram ki, məncə nəyə fikir vermək lazımdır. Çünki biz özümüz olmuruq bu münsiflər heyəti ilə görüşdə. Mən sadəcə olaraq sonra onlardan bir rəy alıram ki, iştirakçılar hazırlaşsınlar, daha yaxşı özünü təqdim etsinlər və s. belə kimi. Onu eşidəndə başa düşürəm ki, onlar nə istəyirlər. Və bizim ötən ilin qalibləri də öz təcrübələri ilə bölüşürlər. Və hər birinin dediyi nədir? Dediyi odur ki, siz qeyri-standart qərarlarınız barədə danışın. Sizə ola bilər gəlsin ki, etdiyiniz normal bir şeydir. Yəni onsuz da bunu eləməliydiniz. Ancaq faktiki ki, bu standart bir şey deyil. Məsələn, sonuncu dəfə Rəsmina xanım demişdi. Rəsmina Qürbətova rəsm şirkətinin bizim 2022-ci ilin qalibi olubdu. O demişdi ki, mən ümumiyyətlə incəsənət adamıdır. Deyir, mən şirkətdə sosial proqramlar keçirdirdim. Məsələn, uşaqların rəsmləri bizim bu kəlağaların üzərində qeyd olunsun, ya da rəsmlər bizim bu zinət əşyalarının üzərində qeyd olunsun. Bu bir sosial bir layihə idi. Mən bunu edirdim çünki mən fikirləşirdim ki, bu lazımdır. Ancaq bu məhz bu addım münsiflər heyətinə maraqlı gəldi. Ya da bizim birinci ilin qalibi, devalvasiya dönümündə 2020-ci ildə qalib olmuşdu. Devalvasiya dönəmində hamı işçiləri çıxardırdı işdən. Biz ancaq əksinə işçilərin maaşını artırmışıq. Və beləliklə bazara, yəni daha öndə çıxdıq və yəni bizim satışlarımız artdı. Yəni belə qeyri-standart qərarlar bu məhz sahibkarlıq ruhunun göstəricisidir. Yəni ki, bu insanlar həqiqətən də mən yəni sahibkarlarla danışanda bunu həmişə deyirəm, sahibkarlar fərqlidirlər. Yəni onlar həqiqətən sözün yaxşı mənasında çox cəsurdular.
onlar başa düşürlər risklər hardadır. Hər şey çox gözəldir başa düşürlər. Ancaq onlar belə deyək də şirkətdə işləmək çox rahatdır. Nə mənada? Sən bilirsən ki, sabahlar sən maaşını alacaqsan. Ancaq sən bir biznes qurursansa, sən təkcə birinci növbədə işçilərimin maaşını fikirləşirsən ki, sən onların maaşını Sosial ödəməlisən. məsuliyyəti var sahib. İkinci növbədə fikirləşirsən ki, hə mən pul qazanmalıyam və s. Yəni həqiqətən də onlar fərqlidirlər və Əhsən sahibkarlığı. məhz bu sahibkarlıq ruhu ən Qısa bir sual. Bəli. Qalib olmayan iştirakçıların taleyi nə olur? Yəni onlara başqa nə üstünlük qazandırır? Əslində bütün iştirakçılar, mən onu həmişə biz görüşəndə də deyirəm, yəni 3 hal ola bilər. Ya əsas qalib olacaq, ya nominasiya qalibi ola bilər. Üçüncü halda ki, heç bir qalibiyyət, nominasiya qalib olmur. Həmin şəxslər yenə də bizim icmanın bir üzvüdülər, bizim dostlarımızdılar və biz onları necə ki digərlərini onları da PR edəcəyik, onları da çalışacağıq maksimal dərəcədə tanıdaq bizim sosial şəbəkələrdə. Yəni onlar üçün də heç bir şey dəyişmir. Təşəkkür edirəm Nərmin xanım, minnətdaram sizə. Əziz dinləyicilər, biz Nərmin xanımı uğurlayacağıq çünki ayın 13-ü artıq biz bu ilin qalibinin adını eşidəcəyik. Onlar gecəli gündüzlü bu dəqiqə layihə ilə bağlı çalışırlar. Minnətdaram, gəldi, zaman ayırdınız. Təşəkkür edirəm Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Amma efirimiz qısa fasilədən sonra davam edəcək və bu məqamda ürəyim doluyor. Nahid bəy birinə qədər suallarım var. Onunla birlikdə proqramımızı biz davam etdirəcəyik. Təşəkkür edirəm sizə, minnətdaram. Mən isə şifahi reklamlara keçid alıram, sponsor məlumatı sizə təqdim edirəm. Sponsor məlumatı. Hörmətli dostlar, efirimizdə biz Unilegal Consulting-dan danışaq. Hüquqda etibarın adı, lisenziyalar, icazələr, şirkət təsisi, mühasibatlıq, vergi məsləhəti, əmtənin nişanları, tender dəstəyi hər birini bir mərkəzdən əldə edə bilərsiniz. 070 216 91 91. Təşəkkürlər Unilegal Consulting-ə, başda Tofiq müəllim olmaqla bütün komandaya minnətdarıq. Sena şirkətindən danışaq. Lift, eskalator, travelator və s. bütün bu sahələrdə sizə xidmət göstərə biləcək Sena şirkəti Azərbaycanda bir çox iri layihələrə imza atıb və dünyanın məşhur nəhəngləri arasında adı hallanan şirkətlərin Azərbaycanda rəsmi nümayəndəsidir. Əlaqə nömrəsi 050 444 70 70. Və Çekazdan danışaq. Çekaz biznesimizin etibarlı tərəfdaşı olaraq ehtiyac olan bizim üçün yüksək keyfiyyətli çek, barkod və s. hər birini bizə təqdim edir. 055 702 12 32 nömrəsinə zəng edək və Çekaz şirkətinin istər kiçik, istər böyük bizneslər üçün hər zaman bir etibarlı tərəfdaş olaraq dəstəyini görmüşük. Başda İlqar müəllim olmaqla bütün komandaya uğurlar arzu edirik. Efirdədir. Ay və həftəmizin son efirindəyik. İnşallah ki, yeni enerjini gələn həftə və gələn ay yenidən davam edəcəyik. Efirə yekunlaşmır. Qonağımız çox dəyərli Krispa şirkətinin rəhbəri Nahid Cabbarovdur. Nahid bəy, biraz salam və mən bugün şəxsən onların istehsalatında olub dostlar. Həqiqətən də meyvədən hazırlayırlarmış. Mən bu qədər belə təbiiliyini gözləmirdim. Orada çox ciddi siz qayda qanuna əməl edirsiniz. Bunların orada danışdıqlarınızı istərdim ki, bir qismini danışasınız. Məsələn, həşaratlara qarşı olsun, təhlükəsizlik olsun, onun adi meyvələrin o xüsusi ölçüləri olur, göstəriciləri olur. Bir də bunları deyin də. Çünki baxın, nə yalan deyim, mənə görə də elə bilirdim ki, hardansa meyvə alırlar, gətirirlər, heç nə. Bilən böyük avadanlıqdır. Uzağa biraz yuyursan, verir avadanlığı, qurudur sənə qaytarır. Sən demə, meyvənin də özəl bir sortları var imiş. Deyin, nə olur? Əlbəttə. Əslində bu barədə bir məlumat vermək istəyirəm. Əlbəttə ki, əlbəttə bu bizim öncəliklə istehsal etdiyimiz məhsul haqqında məlumat verim. Krispa markamız qurudulmuş meyvə çipsləri, çərəzləri sahəsində artıq 8 ildir ki, bazarda olan bir markadır, məhsuldur. Eyni zamanda bizim Ləbuləb markamız da var, hansı ki, maraqlı, fərqli dadlarda, soslarda olan çərəzlərdir. Və 5 ilə yaxındır bu markamız da bazardadır. Amma bununla bərabər əlbəttə bayaq dediyim kimi bizim ən böyük öncəliyimiz davamlı bir keyfiyyəti izləməkdir. Bu çox vacib məsələlərdən biridir və başladığımız ilk gündən bəri, birinci faza kiçik istehsal sahəmizdən bəri biz bunların hər birini yüksək səviyyədə qurmağa çalışmışıq. Çünki mənim öncəki təcrübələrimdə, karyeramdakı təcrübələrdə mənə imkan yaradıb ki, bunları başdan düzgün şəkildə formalaşdıraq və şirkət inkişafımızı, çərəz
sahəsində olsun, istər digər sahələrdə, meyvə quru sahəsində inkişaf strategiyamızı ona uyğun bölək və fazalarda bunu inkişaf elətdirək. Şükürlər olsun ki, artıq demək olar ki, son fazalardan da birindəyik və qaldı ki, bayaq dediyiniz istehsal mərhələsində əlbəttə ki, bu çox vacib məsələdir. Keyfiyyətin nəzarət, keyfiyyətin izlənilməsi bu qida təhlükəsizliyi tərəfində ən böyük nöqtələrdən biridir və ona görə istər satın almadan, istər satışa qədər olan bütün bu təsisat zənciri nöqtələrində bir hər nöqtəyə çox ciddi yanaşırıq və dediyiniz kimi götürək istənilən bizim bu arada bizim qurudulmuş alma çipsləri, alma qurusu hansı ki yumşaq olan versiya, eyni zamanda çiyələk, əncir, xurma, armud kimi məhsullarımız da var və hara artıq meyvələrdir bunlar? Xaricdən gəlir yoxsa xeyr, bunların hamısını biz Azərbaycandakı böyük şirkətlərlə çalışırıq, hansı ki onların imkanları var, böyük bağları, böyük soyuducu anbarları, eyni zamanda həmin xam malların sortlanması, kalibrlənməsi kimi avadanlıqları olan bunları bizə standart il boyu daimi istər sezonsal, bunların istər qiyməti qalxıb düşəndə, təqdim edir. mövsümü olub olmayanda sizin biznesə necə təsir eləyir o? Əlbəttə ki, təsir var. Əslində hər bir meyvənin birja kimi belə deyək də gündəlik qiymətləri bəzən ola bilər. Onun üçün burada ən böyük məsələlərdən biri təsisat zəncirində həmin məhsulların qabaqcadan proqnozlaşdırılıb qiymətlərinin öncədən stoklanması, bunun belə deyək də istehsal olunması, istehsal proseslərinin də ona uyğunlaşdırılmasıdır. Qaldı ki, bayaq dediyiniz müəyyən nüanslar var, hansı ki, yəni bizim hər bir xam malın öz spesifikasiyası var. Biz o həmin spesifikasiya daxilində, həmin list daxilində həmin məhsulları deyək ki, alma çeşidindən götür. Almanın yüzlərlə çeşidi var. Amma hər bir almanın öz sortuna uyğun istər qırmızı almada, istər yaşıl almada, istər sarı almada, hansı ki bu Granny Smith, Royal Gala və Golden Delicious dediyimiz sortlardır. Bunların hamısı xarici tinklər sortlar olsa da Azərbaycanda yetişmiş, Azərbaycan mühitində yetişmiş, iqlimdə yetişmiş çox keyfiyyətli meyvələrdir və bunları eyni kalibrdə, eyni sortda, eyni keyfiyyətdə biz daimi təminat edirik və bunlarla bağlı bizim Almaniyadan, İtaliyadan gətirdiyimiz mobil avadanlıqlarımız var ki, biz bunların bütün, hətta BRICS-nə qədər, hansı ki onun şəkərlik faizinə qədər biz onun hamısını yoxlayıb ondan sonra istehsala təqdim edirik. Əlbəttə istehsala təqdim olunanda da, yəni filtrlənmiş su ilə biz meyvələrimizi yuyuruq və eyni zamanda əlbəttə ki, yəni hansı ki o artıq içiləcək bir səviyyədə olan bir sudur, amma biz onu standartlar daxilində biz onu istifadə edirik. Bu arada məlumat kimi də demək istəyirəm ki, biz artıq 5 ildən çoxdur ki, ISO 22000 standartına, beynəlxalq qida təhlükəsizliyi standartları ilə çalışırıq və bunu ona görə yox ki, bizim bu standartımız var, bu sertifikatı kiməsə göstərək, yox. Biz onun hamısını özümüzdə daxildə etaplı şəkildə tətbiq etmək istəyirik və tətbiq etməyə çalışırıq və bütün avadanlıqlarımızda həmin xətt üzərində bizim bu istehsalımız bir xətt üzrə gedir, bir xətt üzrə qablaşdırılır, bir xətt üzrə stoklanır və bir xətt üzrə də həmin satışa təqdim olunur. Öz satış avtomobillərimizlə dağıtımını da, distribusiyasını da özümüz, şirkətimiz tərəfindən təmin olunur. Bayaq dediyiniz məsələlər daxilində də əlbəttə ki, bu standartlar daxilində 3 aydan bir, bəzilərində 6 aydan bir dezinfeksiya, dezinseksiya, deratizasiya prosesləri də aparılır və eyni zamanda hətta mən deyərdim ki, bizim bütün avadanlıqlarımız ildə ən az bir dəfə kalibrasiya olunur, müəyyən şirkətlər tərəfindən təsdiqlənir. Eyni zamanda hətta bizim əməkdaşlarımızın belə swab analizləri bu il boyu olur. Yəni ki, daşıyıcı hər hansı bir xəstəliklərin olmamasına qədər biz onları hər il sübut edirik. İstər xam malımız, istər hazır məhsullarımız da hər il ildə 2 dəfə olmaqla mikrobioloji analizləri olunur. Yəni bu şəkildə şükürlər olsun ki, biz özümüzdən razıyıq və hər zaman da çalışırıq ki, yerli istehsal deyəndə Azərbaycanda Azərbaycan istehlakçısının güvəndiyi bir marka olsun. Təəssüf olsun ki, uzun illər Azərbaycanda bu yaxşı mənada inkişaf etməyib bu tendensiya. Amma düşünürəm ki, CRISPR Snacks olaraq bizim şirkətimiz markalarımızla artıq bu belə deyək də qara ləkəni təmizləyəkmi deyə və ya bəd tendensiyanı dəyişdirəkmi? Bu da özümüzə etdiyimiz missiyalardan bir dənəsidir. Son 2 dəqiqəmiz var. Sonda hansı mövzuya toxunmağımızı istəyərdiniz?
Açığı burada önəmli olan məsələ əlbəttə ki, sizin daha çox maraqlı olduğunuz nöqtələr barəsində danışa bilərik, amma Mənim bu burada dəqiqə maraqlı olduğum bir bizim- məsələ var ki, işin haqqını verən şirkətsiz insansız. Təşəkkür edirəm. Elə mövzular var ki, siz biraz təvazökarlıq eləyirsiniz. Çox da özdə sizdə belə mövzular. Təvazökarlıq eləməyin. Qoyun bir görk olsun, etsinlər. Əlbəttə çalışırıq ki, mənə görə çalışan adam başını aşağı salıb çalışır, amma düşünürəm ki, bəzi yerlərdə bayaq dediyiniz məsələlərdə əlbəttə ki, iş özünü göstərir və eyni zamanda müəyyən mənada biz özümüz də göstərməliyik bunu. Sadəcə burada əlbəttə şirkətin mən önəmli məsələlərdən biri odur ki, hər bir şirkətin əlbəttə mən şəxsən özüm qürur duyuram ki, sıfırdan başlayan yerli bir şirkət kimi biz artıq şükürlər olsun ki, müəyyən bir nöqtəyə gəlmişik və hər bir hədəfimiz, hər bir addımımız öncədən planlaşdırılmış bir addımdır və bunu da biz sadəlövhlüklə yox, xəyalpərəstliklə yox, reallığa uyğun şəkildə aparırıq və əlbəttə ki, bu gün nəinki yerli bazar bizim hədəfimizdədir, eyni zamanda biz həm də ixraca da fokuslanmışıq. İnşallah ki, yaxın aylarda artıq yeni digər ixrac ölkələrimizə də ixracımızı gerçəkləşdirəcəyik, müqavilələrimiz də bağlanıb və paralel digər ixrac etdiyimiz ölkələri də daha da aktivləşdirməyi və nəinki meyvə quruları çərə sahəsində əlbəttə ki, yeni kateqoriyalarda da planlaşdırırıq. Əsasən də müəyyən souslar, müəyyən turşular üzərində planlaşdırırıq. Çünki artıq bu biznesi inkişaf etməyə əlimizdə olan imkanlar daxilində daha çox nələr edə bilərik. Və o baxımdan bu arada məlumat kimi deyim, bizim meyvə quruları və çərəzlərdən əlavə bizim sirkəmiz və bəkməzimiz də var. Natural və sirkə və natural alma bəkməzi. Natural alma bəkməzini sırf biz ixrac üçün istehsal edirik. Əlbəttə ki, bunun yanında artıq digər sirkə və bəkməz çeşidlərimiz də olacaq. Hazırda artıq xurma bəkməz üzərində çalışırıq. Onun da ixracını artıq sifarişini almışıq. İnşallah bu yaxınlarda Amerika Birləşmiş Ştatlarına ixracımız olacaq. Bu tip məhsullar istər sirkə, istər bəkməz və digər meyvə quruları çeşidlərimizdən. Sərhədləri aşırsınız. Bəli. Əslində biz deyərdim ki, 5 ilə yaxındır ki, artıq ixrac edirik. Amma istehsal kapasitemizi daha da artıra bunu biraz daha şaxələndirməyi formalaşdırmışıq. Yəni etaplı şəkildə. Çünki bizim həmişə həyat mottomuz odur ki, hər bir şey birdən-birə olmur. Bunlar hamısı addım-addım hesablanaraq, hər bir çətinlik qabaqcadan proqnozlaşdırılaraq ona uyğun bir addımlar atmaqda. Əslində belə deyək də, düşünürəm ki, bugün planlaşdırdığımız yerdəmiyik, həmin nöqtədə ola bilsin ki, müəyyən daxili və ya xarici, əsasında xarici səbəblərdən dolayı şirkət daxilindən və xaricindən söhbət gedir. Müəyyən bəzən ləngimələr ola bilər, bəzən qabaqlamalar ola bilər. Amma əsas odur ki, o plan daxilində biz addımımızı atmağa çalışırıq. Uğurlar arzu edirəm. Təşəkkür edirəm. Bu il sizin üçün uğurlu olsun və bu ilin ilk ayını da tamamlayırıq artıq. İnşallah ki, iş adamlarının ümumiyyətlə hər ayın özünün gözləntimiz var axı. Hər ayın özünün xarakteri var. İnanırıq ki, yaxşı da olacaq. Təşəkkürlər. Mən təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün təkrar. Çox xoş idi. Nahid Cabbarov bizimlə birlikdə idi əziz dostlar. Mən Kamran Yaradan Quliyevin təqdimatında inşallah gələn həftənin birinci günü növbəti işin adamı ilə efirimiz davam edəcək və nəzərinizə çatdırmaq istəyirəm ki, hər efirdə dediyim bir dənə də söz bu ayda, bu həftədə, bu efirdə də keçərlidir. Çünki özümə, sizə, hər kəsə bir arzumuz var. Zehni huzur arzu edirəm. Həftə sonunuz uğurlu olsun. Görüşmək ümidi ilə. Allah əmanət. İşinin adamı